Choose the correct sentences in the passive voice. Məchul növdə olan düzgün cümləni seçin. A variantında the resort is centrally located in an area visited by millions of tourists each year. Bu istirahət məkanı hər il milyonlarla turistlər tərəfindən ziyarət edilən bir məkan olaraq da mərkəzdə yerləşir. Burada əslində çaşdırıcı variantımız olsa da, yəni düzgün cavab deyil A variantı. Çünki ifadəmiz to be locateddir, yəni located feili to be ilə işlənərək müstəqil xəbər ola bilər. To be situated feili ilə də sinonimdir. Daha sonra visited by hissəsi isə feili sifət iki tərkibidir ki, mış-mış kimi tərcümə olunur. Turistlər tərəfindən ziyarət olunmuş bir ərazi kimi. Yəni bu məchul növ deyil də, demək ki, feili sifət tərkibi götürülür. Bu səbəbdən A variantı doğru deyil. B variantında was the report made by Fidan splendid. Splendid möhtəşəm mənasını verən sifətimizdir və biz qeyd etmişik ki, ümumi sual cümləsində sonda sifət dayanırsa, bu artıq bizə məlum növ vermiş olur. Çünki yenə made by Fidan ifadəsi feili sifət iki tərkibi götürülür ki, Fidan tərəfindən edilmiş məruzə möhtəşəm idi. Yəni bu was to be forması ilə splendid sifəti birləşib cümlənin xəbəri olacağı üçün bu da məlum növün qaydasına uyğundur. Məchul növ düzəltmir. C variantında the students should always respect their teachers. Tələbələr həmişə müəllimlərinə hörmət etməlidir. Should respect ifadəsi isə modal feilinə verilən məlum növdə olan cümləmizdir. Məchul növ olması üçün should be respected yazılmalıydı. Və D variantı bizim doğru cavabımızdır. Are the students given awards for working hard? Burada hard sözü çaşdırıcı olsa da zərf kimi nəzərdə tutulur. Çünki burada əsas məsələ tələbələrin gərgin işləməsindən söhbət edir. Working işləmək feil olduğu üçün hard da feili təyin edən bir zərfdir, tərzi hərəkət zərfi. Və ona görə də biz bu cümləni məchul növ götürə bilirik. Çünki bunu nəqli sıraya çevirsək, the students are given awards for working hard. Tələbələrə gərgin işlədiklərinə görə mükafatlar verilir. Yəni kimsə tərəfindən verilir bu mükafat və qeyd etdiyimiz kimi bu cümləmiz düzgün məchul növdür. Y variantında isə when they graduated they had been married for 3 years. Onlar məzun olanda 3 il müddətinə idi ki, evli idilər. İfadəmiz to be married ifadəsi olduğu üçün bitmiş zamanda da had been married deyə istifadə olunmuşdur və bu səbəbdən məlum növ sayılır. Qeyd etdiyimiz səbəblərdən dolayı düzgün cavabımız D variantıdır.